Salam aleyküm. Qazi Dadaşov Süleyman Əldusunoğlu. Mənim pişiyim mənə yalan danışmır. Gəldi mənə ki, səhərçin yaxşı fikirdə dururlar, mən də o bilirəm ki. Heç bir cinayət eləməmişəm. İttiham aktı, elə şeylər mən yazmamışam. Ekspertiza həkim mənə ki, belə şeylər dedim, amma mən yazmamışam. O mən verməmişəm, özləri yazır. Özləri nə təsirlə mənə cinayət işi qaldırırlar. Heç də eləməmişəm. Heç nə, sadəcə o bir də istəmişəm, qutardı getdi. Bax, bunları bir də baxın, təmiz bilin və nəyə görə edəcəm, qoy hamı görsün. Bu mən 50-liyimi təsdiq edən sənətdir. Bu döyüş yoldaşlarımın döyüşüm haqqında ifadələridir. Bax, bunlar ifadələrdir. Necə erməniləri qırdım, tökdüm yerə, odur. Necə erməniləri qırdım, tökdüm yerə, özüm də fəxr edirəm ona. Özüm də fəxr edirəm ona. Cənab Prezident, cənab Baş Prokuror, cənab kimlər var böyüklərdə, qulaq üçün göndərəm. Mən əminəm, mən şərliyib, kimlərin əlinə nəsə eləmək istəyirlər. Mən ermənin qabağında cürub gedməmişəm, durub tək tane işimi görmüşəm, qırıb düşmüşəm yerə, baş əyməmişəm. Uzanıb gözləmək ki, mən əqidəmə sıxışdırmamışam. Nə təhər lazım vətən uğrunda, borcumu da vermişəm, vuruşmuşam da, necə lazım vuruşmuşam. Araşdırıblar, döyüş yoldaşlarımın şahidlik ifadəsi, 3 dərsin dillə bəsdir qoymaq, ancaq çoxdur. Mənə şəhərliyirlər, mən o bilirəm. Cənab Baş Prokuror, cənab Prezident, özümü öldürməyə hazırlaşıram. Pişiyim də bir gün gəldi mədidir. Pişiyim mən ona inanım, düz deməz, səhv deməz. Pişiyim gəldi mədidir. Bəli, mən elə ona inanım. O mənə gəldi, yaxşı fikirlə döyürlər. Mən nə yemişim? Hamı mərdəki uşaqlar, şahidlərim var. Apardı, Rəsulat da o baş müstəndik. Anamın əlindən telefonumu alıb bura apar, 2 gün özünə saxladı. Bütün telefonumu format edib, orada səs yazarım, uşaqların şahiddir. Mən onlar buradadılar, şahidlər mərdəki. Sən elə şey eləməsən. Mən də yadımda deyir. İttiham vaxtı hüquqşünaslar var. Bu şuurdan başı çıxanlar var. Mən deyir ki, bəs sən kağız versin, bir də oxuyaq vermir. Vermir. Gəldi soruşdum, deyir ki, yox, bu sən vermir. Bizim qanunu pozarıq, bu sən vermir. Mən ittiham vaxtı vermədən mən nə eləmişəm, oxuyum. Yəni beləsə oxusunlar ya, beləsə. Demək, məsələn, pişim gəldi, xeyir şey deyəndə oynayır, həvəsi. Gəldi mən, yəni ki, fikri dedi. Demək, mənəsin pis hazırlaşırlar. Mənə şərləməyi, pradajat eləməsidir. Cənab Prezident, cənab Baş Prokuror, üzülü bilin, yəni ki, siz özünüz bilirsiniz ki, onlar çağırır, mən niyə getməm? Mən bilirəm ki, 2-ci dəfədir bu əziyyəti mənə belə şah atıblar, şərləri də sübut edirəm, canlı səs yazıları, canlı danışıqlar, müstəndik, baş müstəndik Rəsul, hamısını silib, telefonumu vahşi silib yamanlar, heç zəm yoxdur. Döyüş yoldaşlarım telefon eləməsi oldu, hamısı silib gedib. Sizə mən məktub göndərsinlər, gəlməlisən var, mən niyə görə getməm? Mən heç sad eləməmişəm. Dövlətimə xahiş edirəm ki, mən heç sad eləməmişəm, bunları deyir, nə almışam mən? Bunların fikrində mənə əzab vermə, əziyyət vermədim, mən niyə eləmişəm? Heç sad eləməmişəm. Yalanın ifadələr özləri yazırlar, o ifadə mən vermişəm, şərəfsiz olan. Mən heç də vermirlər. Elə ki, tanış olmalısan, sən neysə, sərbəsə vermir. Heç də vermirlər. Baba, öz döyüş yoldaşlarımın şahidlik ifadəsindən, öz sənətlərimdən başqa. Mən heç də vermirlər. Özləri orada nə istəyirlər, yazırlar, pozurlar. Mən də ki, gedib onların fikrinə əziyyət çəkməliyəm. Cənab Prezident, cənab Baş Prokuror, bir düz mən çağırırlar, nəyə gedirəm, orada mən şər atırlar. Ona görə, istəyir mənə məktub göndərsinlər, gəl. İstəyir telefonla zəng vursunlar, gəl. İstəyir həyətə gəlsin. Heç kimlə danışmayacaq. Dərhal, söz vermişəm özümü öldürəcəm, dərhal. Yoğurturam bağırsanlarımız adımı, boğazımız adımı, çəyəcəm, yoğurturam. Gəlsə də götürməyə mənə, ölümcül halda olsam da, gözümə qoyacam beləsinə, meydimi də qoymayacam götürməyə. Üzülü bürün, bu qədər haqsızlıq olmaz. Mən nə eləmişəm, mən evimin hasarı olan əldə, ev vermirəm, mən də özümə, nəsə qurum, nəsə eləyim. Mən fikirdən yaşayıram. 73 təvəlliyəm, müharibə qəhrəmancasını vurmuşam, 2 dəfə qəhrəmancasını yaramışam. 85% deyil, yoxdur. Yəni ki, mənə belə əziyyətlər verirlər. Dərhal özümü öldürəcəm, dərhal. Zəng vurdu, danışmayacam. Gəlməklə, telefonu qoyacam yerə, çökəcəm lezbab, sağı doğrayıb çökəcəm özümü yerə. Heç vaxt mən bıçaq götürməm. Lezbab olur mənə, o da tərqəsə əşmə verirəm, o da həsi. Şəri atırlar, mən ürəyim patlayır. Cənab Prezident, nə qədər neçə illərdir qarabıza düşməsiyəm, imkan vermirəm. Bax, bunları eləyəcəm, dərhal eləyəcəm. Məktub oxudum. Çağırırlar. Dalımcan gəldi, elə bir də onlara baxacam, telefonu çəkəcəm, kim gəldi, onlarla danışmayacam.
Dərhal eləyəcəm. Yortub özümü öldürəcəm. Xahiş edirəm, mən işimə düzgündə var. Nə olsun mən yetimim, adamım yoxdur, o birisi yoxdur, bu birisi yoxdur. Hamısı bilir ki, mən istəyəndən sonra ancaq özümü kəsib yoxlayıram. Hamı bilir, dövlətimiz də bilir, prezident aparatı mətanını. Üzürü bilin, bunu eləyəcəm. Mən dövlətə qarşı heç nə eləmirəm. Mən haqqım, onlar özləri də bilir. Niyə? Mən telefonumdan qorxdular. Aparıb telefonu format ediblər. Orada səs yazıları var idi. Şahidlər, mən yadıma salıblar hamısını. Sən bilirəmsən, yalan danışırlar da orada. Düzü mən biləndən sonra ürəyim partlayır. Yəni şimdi də düşüblər üstümü. Nə danışım, nə almışam, mən kimə nə eləmişəm, kimə nə eləmişəm mən? Kimsə öldürmüşəm, kimsə kəsmişəm, kimsə doğrulmuşam, kimsə vurmuşam. Yox, sadəcə mübarizədən hissənmişəm, qurtardı getdi. Qurtardı getdi. Öz adamlarıdır. Mən elə itilməsi yox ki, mən vəzifə şəxsən görünəsən. Nə almışam? O istəyirdi, mən uzaqda dedim, nə olacaq, söyüşdü. Uşaqlar hamısı oradadır. Kamera zadı kəsib atması, kameranın altında olur. Burada da orada da, mənim sübutlarım var. Ya haqqı ədalətə baxacaqlar, mən işimi, mənə qəhrəmanlıq zat deyirmişəm, mənə xəstələrimdən istifadə edirlər, mənə əziyyət verirlər. Üzrü bilin, cənab prezident, cənab baş prokuror, bunu mən qoymayacam yüzdə qalsın, özümü dərhal öldürəcəm. Sağ olun, var olun, mənə bezirib verir, mənə evimiz adımı verir, hasar yerlərində fırladılar, evimi verir, mən evimi, nə var, kamera zatda vermək istəyirlər. Mən nə varmışam, mən vuruşub səhv eləmişəm, evimi öldürmüşəm, səhv eləmişəm. Sağ olun, var olun, bunu eləyəcəm. Tövbə. Mən özümü söyləmişəm, burada ayıb deməyəcəm. Özümü ağır söyləmişəm. Bağışlayın. Sağ olun.